Salam əziyyət sevərlər. Bugün sizlərlə beraber çoxlar nəzəriyyəsinin 3-cü videosuna başlayacağıq. 3-cü videosunda biz artıq çoxlar nəzəriyyəsinin demək olar ki, əsasını öyrənmiş olacağıq və çoxlar nəzəriyyəsinin bu video sonuncu videosu olacaq. Teoriya hissəsinin sonuncu videosu olacaq. Artıq bununla beraber siz kalkulus, topologiya kimi fənlərin əsasını öyrənmiş olacaqsınız. Həmçinin riyaziyyatın da əsası çoxlar nəzəriyyəsi olduğuna görə riyaziyyatın da əsasını qavramış olacaqsınız və funksiya kimi digər mövzularda artıq asanlıqla bu anlayışları qavraya biləcəksiniz. Bugün biz məhdud çoxluqları və De Morgan qanunlarına nəzər yetirəcəyik. Məhdud çoxluqlarda supremum, infimum, maksimum, minimum, çoxluğun yuxarı sərhəddi, aşağı sərhəddi kimi anlayışları öyrənəcəyik, qavrayacağıq. Onu da qeyd etmək istəyirəm ki, bu videoda digər ilk öncəki videolardan, yəni birinci və ikinci hissəsində istifadə etdiyimiz anlayışlardan istifadə edəcəyik. Ona görə də o videolara baxın, sonra bu videoya baxmanız daha məsləhətlidir. İlk olaraq sizlə beraber məhdud çoxluqlara başlayaq. Deyək ki, elə bir A çoxluğu verilmişdir ki, hansı ki A çoxluğu həqiqətən çoxluğun alt çoxluğudur və A çoxluğu boş olmayan çoxluqdur. Boş olmayan çoxluqdur. Bu zaman deyək ki, elə bir M ədədi verilmişdir ki, hansı ki həqiqi ədədlər çoxluğuna aiddir və A çoxluğuna aid olan elə bir istənilən X ədədi üçün A çoxluğuna aid istənilən X ədədi üçün X böyükdür, kiçikdir, bərabərdir M şərtini ödəyir. M ədədi X kiçikdir, bərabər istənilən X üçün kiçikdir, bərabərdir M şərtini ödəyirsə, biz M ədədinə bu çoxluğun yuxarı sərhəddi adlandırırıq və həmçinin bu şərtlər ödəndikdə biz A çoxluğuna yuxarıdan məhdud çoxluq deyirik. Yuxarıdan məhdud çoxluq deyirik. İndi isə deyək ki, elə bir P ədədi verilmişdir ki, P ədədi həqiqi ədədlər çoxluğuna aiddir və A istənilən X ədədi üçün, hansı ki A çoxluğuna götürülmüşdür, X ədədi üçün X böyükdür, bərabərdir P şərtini ödəyir. Bu zaman biz P'yə bu A çoxluğunun aşağı sərhəddi deyirik və həmçinin bu çoxluğa isə aşağıdan məhdud çoxluq adlandırırıq. Bir çoxluq əgər həm yuxarıdan, həm də aşağıdan məhduddursa, belə çoxluğa biz məhdud çoxluq deyirik. Məhdud çoxluq deyirik. İndi isə çoxluğun maksimum və minimum ədədləri üçün tərif verək. Deyək ki, elə bir A ədədi verilmişdir ki, hansı ki A ədədi A çoxluğuna daxildir və A çoxluğuna aid olan istənilən X ədədi üçün X kiçikdir, bərabərdir A şərtini ödəyir. Bu zaman biz A ədədinə bu çoxluğun maksimum elementi deyirik və ən böyük elementi deyirik və yaxud və max A kimi işarə edirik A ədədinə. Deyək ki, bir ədəddə Q ədədi verilmişdir. Q ədədi yenidən A çoxluğuna daxildir və istənilən X ədədi üçün, istənilən A'dan götürülmüş istənilən X ədədi üçün X böyükdür, bərabərdir Q şərti ödənilir. Bu zaman biz Q ədədinə bu çoxluğun ən kiçik elementi deyirik və yaxud da minimumu deyirik və minimum Q kimi, minimum A kimi işarə edirik bu Q ədədini. Onu da qeyd edeyim ki, çoxluğun yuxarıdan məhdud çoxluğun yuxarı sərhədləri, majorantları, aşağı sərhədlər isə minorantları adlanır. Minorantları adlanır. İndi gəlin supremum və infimum anlayışlarını verək. A çoxluğunun yuxarı sərhədlər arasında ən kiçik yuxarı sərhəddi biz supremum adlandırırıq və supremum A kimi işarə edirik. A çoxluğunun aşağı sərhədlər arasındakı ən böyük elementə isə biz infimum deyirik
və infimum A kimi işarə edirik. İndi gəlin bir ədəd çoxluq yazaq və çoxluq üzərindən maksimum, minimum, yuxarı sərhəd, aşağı sərhəd, supremum, infimum anlayışlarını daha yaxşı qavrayaq. Deyək ki, bir ədəd yenidən A çoxluğu götürək. A çoxluğu verilmişdir. Hansı ki, A çoxluğu 1, 2, 3, 4, 5 elementlərinə sahibdir. Bu zaman bu gördüyümüz kimi ədədlər içində ən kiçiyi 1 olduğundan biz minimum A bərabərdir 1 deyirik. Bu ədədin ən böyük elementi isə biz aydın şəkildə görürük ki, maksimum A bərabərdir 5-ə. Əgər bunun yuxarı sərhədlərini yazsaq, bu çoxluğun yuxarı sərhədlərini yazsaq, yuxarı sərhədləri 5, 6, 7, 8, 9 və s. olar. Bu beləsinə müsbət sonsuzluğa doğru gedəcəkdir. Buradan biz görürük ki, 5 buraya aiddir və həmçinin 5-dən böyük bütün ədədlər bu çoxluğun yuxarı sərhədləri adlanır. Yuxarı sərhəd anlayışında böyle qısaltma şəkildə yazaq. Aşağı sərhədləri isə birdən başlayaraq 1, 0, minus 1, minus 2, minus 3 və s. kimi minus sonsuzluğa doğru gedəcəkdir. Əgər buradan infimum və supremumu tapsaq, supremum gördüyünüz kimi bu ədədlər içində ən kiçiyi, yuxarı sərhədlər arasında ən kiçiyi 5'dir. Buna görə də supremum A bərabərdir 5 olacaqdır. Aşağı sərhədlər arasında isə ən böyüyü 1 olduğundan infimum A bərabərdir 1 olacaqdır. Burada gördüyünüz kimi minimum və infimum üst-üstə, maksimum və supremum isə yenə üst-üstə düşdü. Ancaq bu həmişə belə olmaya bilər. Elə ola bilər ki, çoxluğun minimum və maksimumu görsənməsin, ancaq onun supremum və infimumu olsun. Bunu da biz tərifdən alırıq. Necə tərifdən alırıq? Minimum və maksimum elementlərin mütləq və mütləq A çoxluğuna, yəni verilən çoxluğa daxil olmalıdır. Ancaq supremum və infimum üçün belə bir şərt yoxdur. Yəni onun yuxarı sərhədlərindən ən kiçiyini, həmçinin aşağı sərhədlərindən ən kiçiyini götürə bilər. Görə daxil olsa da olmasa da. Gəlin bunu daha yaxşı qavramaqdan ötürü A çoxluğunu belə yazaq. A çoxluğunu necə yazaq? Gözləyim, burayı da silim. Deyək ki, A çoxluğu 0 və 1 arasındadır. Bir ədəd oxu çəksək, ədəd oxu üzərində burası 0 olsa, burası isə 1 olsa, bunu da belə içi boş dairə ilə göstərək ki, 0 və 1 buraya daxil deyildir. 0 və 1 arasındakı bütün ədədlər bu çoxluğa daxil olar. Ancaq 0 və 1 buraya daxil olmaz. Biz bunun minimumunu indi necə tapa bilərik? Əlbəttə ki, indi siz deyə bilərsiniz ki, 0-dan kiçik bir ədəd götürərəm və bunun minimumu olar. Ancaq 0-dan kiçik hansı ədəd götürəcəksiniz? Yəni 0-dan kiçik ədəd, mən deyərəm 0,1, siz deyirsiniz 0,000001, digər çıxar deyər 0,00001. Yəni 0-dan kiçik ədəd tapmaq biraz çətindir. Yəni ən böyük kiçik ədəd alırız tapmaq. Yəni ona görə də minimum A burada görsənmir. Həmçinin maksimum üçün də belədir. 0,4-də 9-un biz shorts videomuzda 1-ə bərabər olduğunu isbat eləmişdik. Ondan bir ədəd kiçik ədəd hansı ədəddir? Yəni bunu tapmaq mümkündür. Yəni biraz qəliz məsələdir. Buna görə də bunun maksimum da görsənmir. Ancaq supremum və infimumu görsənir. Supremum olar burada gördüyünüz kimi yuxarı sərhədlər arasında ən kiçiyi, yəni 1, infimum isə olar 0. Asan şəkildə bunu belə yaza bilərik. Çünki biz demişik ki, supremum və infimum çoxluğa aid daxil olmasa da olar. Bəli, artıq siz infimum, supremum, maksimum, minimum kimi anlayışları da öyrəndiniz. İndi De Morgan qanunlarına nəzər yetirək. Deyək ki, bizə elə bir n çoxluğu verilmişdir ki, A çoxluğu n çoxluğunun alt çoxluğudur. Və n çıxaq A fərqini biz Cm A kimi, böyük olacaq, Cm A kimi işarə eləyək. Burada Cm A'ya biz A'nın M-ə tamamlayıcısı deyirik.
A-nın tam vadisi deyirik. İndi De Morgan qanunlarına nəzər yetirək. De Morgan qanunlarına nəzər yetirməkdən ötürü həm A eməyə aiddir, həm də B çoxluğu demin alt çoxluğudur deyək. Emin alt çoxluğudur deyək. De Morgan'ın birinci qanunu belədir. Cm A birləşsin B bərabərdir Cm A kəsişsin Cm B'ye. Cm B'ye. İkinci qanun isə belədir. Cm A kəsişsin B bərabərdir Cm A birləşsin Cm B'ye. Belə biz indi bu çoxluqları, yəni daha doğrusu bu qanunları, De Morgan qanunlarını həm Venn diaqramları ilə, həm də Venn diaqramları ilə göstərdikdən sonra ədədlər şəklində də bir çoxluq yazacağıq və çoxluğun üzərindən də tədqiq edəcəyik. Doğrudan da bu nə deməkdir deyə qavrayacağıq. Qorxmayın, asan da anlaşılan bir şeydir. Burada belə bəlkə də biraz başınızı qarışdırdı, ancaq elə baş qarışdırıcı bir hadisə burada yoxdur. Deyək ki, bu kvadrat M çoxluğu olsun və bunun içərisində, daha doğrusu 4 bucaqlı, bunun içərisində bir ədəd A və bir ədəd B çoxluğu götürək. Bu olsun A çoxluğu, bu da olsun B çoxluğu. Birinci qanunumuzun mənası, daha doğrusu bunun, yəni cavabı, bunun mənası Venn diaqramlarında bu şərhlənmiş hissəyə bərabər olar. Gördüyünüz kimi bu A ilə B M çoxluğundan çıxırıq. Yəni burada da görürük ki, M çoxluğundan çıxırıq. Bu isə bizim birinci qanunumuzun Venn diaqramları ilə təsvir oldu. İndi ikinci qanunumuza nəzər yetirək. Deyək ki, yeniden bir M çoxluğu verilmişdir. Bunu da bir 4 bucaqlı ilə göstərək. Bunun içərisində 2 ədəd çoxluq çəkək. Bu olsun A çoxluğu, bu isə olsun B çoxluğu. İkinci qanunumuz isə bu şərhlənmiş hissə olacaqdır. Cavabı burada gördüyünüz kimi A ilə B'nin kəsişməsini M çoxluğundan çıxırıq və bu bizim bu ikinci qanunumuzun Venn diaqramı ilə təsviri olur. İndi isə gəlin bu qanunları yoxlayaq. Görək doğrudan da bu qanunlar nə deməkdir? Yəni yazı şəklində, çoxlular şəklində necə ifadə olunur? Bunun üçün yuxarıdan bu qanunları əvvəlcə yazaq hierarxikada. Sonra isə misallarımıza keçək. Deməli, Cm A birləşsin B bərabərdir Cm A kəsişsin Cm B'yə. Cm A kəsişsin B bərabərdir Cm A birləşsin Cm B'yə. Gördüyünüz kimi burada artıq biz yaza bilərik. Bir ədəd indi M çoxluğu verək. Deyək ki, M çoxluğu bərabərdir 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 olsun. A çoxluğu, indi A çoxluğunu yazacaq. A çoxluğu bərabərdir 1, 2, 3, 4 olsun. B çoxluğu isə bərabərdir 3, 4, 5, 6 olsun. İndi artıq bu qanunlarımızı yoxlaya bilərik. Əvvəlcə biz Cm A'yı yazaq. Cm A bərabərdir. A çoxluğunu M'dən çıxacaq. Bu zaman olacaqdır 5, 6, 7, 8, 9. Cm B'ni yazsaq. İndi isə B çoxluğunu M'dən çıxacaq. Olacaqdır. Deməli 3, 4, 5, 1, 2, 7, 8, 9 da ikincimizin cavabı. İndi isə A birləşsin B'ni yazacaq. A birləşsin B. Deməli A
birleşsin B beraberdir. Burada A birleşsin B olacak 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. İndi isə CM A birləşsin B-ni yazsaq. CM A birləşsin B bərabərdir. A birləşsin B-ni burada M-dən çıxacaq. 1, 2, 3, 4, 5, 6. Deməli olacaq 7, 8, 9. İndi isə CM A kəsişsin CM B-ni yazaq. Burada CMA birləşsin B-ni çıxdı. İndi isə CMA kəsişsin CM B-ni yazacaq. CMA kəsişsin CM B-yə. O da bərabərdir. Burada gördüyünüz kimi 7, 8 və 9 alınacaqdır. Gördüyünüz kimi birinci və ikinci soxluğumuz bir-birlərinə ekvivalentdir, yəni bərabərdir. Və elə birinci qanunu təsdiqləmiş olduq. Yəni birinci qanunun nə demək olduğunu da həmçinin gördük. İndi isə ikinci qanunu yazaq. Yeniden CMA, CMB-ni tapacaq. Sonra A kəsişsin B-ni tapacaq. Burada A kəsişsin B-miz deməli A kəsişsin B-miz nə olacaqdır? A ilə B-nin kəsişməsi burada olacaqdır. 3 ilə 4. 3 ilə 4. Bundan sonra biz CM A kəsişsin B-ni yazacaq. Bu ikinci qanundur. Yəni CM A kəsişsin B. A kəsişsin B-ni M-dən çıxacaq. Olacaqdır 1, 2, 5, 6, 7, 8 və 9. İndi isə CM A birləşsin CM B-ni yazacaq. CM A birləşsin CM B bərabərdir. Deməli 1, 2, 5, 6, 7, 8 və 9. Alayıq. Gördüyünüz kimi De Morgan'ın ikinci qanununda özünü doğrultdu. Böylə biz De Morgan qanunlarını və məhdud çoxluqları öyrəndik. Artıq çoxluqlar nəzəriyyəsinin teoriya hissəsini başa vurduq. Siz artıq çoxluqlar nəzəriyyəsi haqqında müəyyən bir anlayışa sahibsiniz. Əsasını öyrəndiniz daha doğrusu. Gələn videolarımıza isə artıq asan şəkildə digər sahələrdə qavrayacaqsınız. Sağ olun, gələn görüşlərə dək.